Xoş gördük hər kəsi. Deməli, elektron lövhədə, bu nədir? Dadlı lövhədə də belə deyək, təzə mövzu keçirik. Sadə cümlə şəxsə görə növləri, bonus, məqsəd və intonasiyaya görə növlər. Yəni, iki bölməni bir yerdə keçirik. Sentyabrda gələdiniz, yavaş-yavaş keçirik. Gec gəlmişsiniz, ona görə. Mən deməli, birinci məqsəd və intonasiya görə növlərdən başlayırıq. Bəyənməyi, izləməyi falan unutmayın. Yəni, orada işıq pulu yazılır, barmağı qanqrenlənmir. Hədiyyə kampaniyası 2 gün qaldı. Nə idi orada? Məqsəd və intonasiya görə növlər. Məqsəd və nəyə görə? İntonasiyaya görə cümlə növləridir. Hamısını belə yazmıram da. Bu məsələ nədir? Bu məqsəd və intonasiya anlayışında biraz diqqətli olun. İntonasiya məqsədin göstəricisidir. Yəni, mən cümləni hansı məqsədlə qurmuşamsa, hansı ki, birazdan biləcək ki, 4 məqsədi var. Aydındır. İntonasiya onun göstəricisidir. Yəni, əsas məqsəddir. Əsas niyyətimizdir. Başa düşdünüz? Ondan sonraki digər məsələdir artıq. Yəni, əgər mən cümləni sual vermək məqsədi ilə qururamsa, intonasiyam sual olmalıdır. Fikrimi çatdıra bildim? Burada biraz ehtiyatlı olun. Bir də bu elə də böyük mövzu deyil, amma xüsusi məsələlər deyəcəm ki, hər kəs sağ imtahan düşəndə, ay müəllim, elə bildim filan şeydir deməz. Deməli, birincisi ən çox işlənən nəqli cümlədir. Nəqli cümlə. Yəni, gündəlik istifadə elədiyimiz, ən çox istifadə edilən cümlə nəqli cümlədir. Nəqli cümlənin sonunda qoyula bilər nöqtə və sonunda qoyula bilər 3 nöqtə. Bu iki duruğu işarəsi. Və nəqli cümlənin qırmızı xətti budur ki, bu cümlənin xəbəri əmr şəklində ola bilməz. Mümkün deyil. Ola bilməz. Yəni, bunun qırmızı xətti budur. Deməli, mən buradan öyrənirəm ki, əgər bir cümlənin xəbəri əmr şəklində deyilsə, sonda nöqtə və 3 nöqtə varsa, hansı cümlədir? Nəqli cümlədir. Nəqli cümlənin ifadə formaları potensial daha genişdir. Yəni, ismi xəbərli də ola bilər, feili xəbərli də ola bilər. Həmçinin. Məsələn, deyirsən ki, Lamiyə evə gedir. Evə gedir. Bəli, nöqtə. Və yaxud da deyirsən ki, Nəzrin çox tənbəldir. Aydındır. 3 nöqtə. Bu mənim nəqli cümləm. Yəni, burada qeyri-adi bir məsələ yoxdur. İkincisi isə nəqli cümlə ilə bəzi xüsusiyyətləri zidd olan əmr cümləsi. Əmr cümləsinin nəqli cümlə ilə bir yana oxşar cəhəti odur ki, bunun da sonunda qoyulur. Ya nöqtə, ya da 3 nöqtə. Bunun isə olayı odur ki, bunun xəbəri yalnız və yalnız nədə olmalıdır? Əmr şəklində olmalıdır. Başqa bir cürə mümkün deyil. Əmr şəklində olmalıdır. Başqa bir şey mümkün deyil. Yəni, bu qədər sadə. Başa düşürsünüzmü? Əmr şəklində. Ona görə də nəqli cümlələr ismi xəbərli ola bilmir. Ancaq feili xəbərli olur. Məsələn, deyirsən ki, dərsini oxu. Dərsini oxu. Nöqtə və 3 nöqtə. Burada nəyi bilmək lazımdır? Bunu balacalaşdırıram. Nəyi bilmək lazımdır? Yadda saxlayın ki, iki dünya dağlar nəqli cümləni əmr cümləsinə nəqli cümlə çevirmək olmaz. Mümkün deyil. Çünki arasında bir paradoks var. Nədir? Əmr şəklində olmalıdır. Bunda nədir? Əmr şəklində ola bilməz. Bəzi cümlələri iki cür anlaya bilərəm. Məsələn, deyirsən ki, baxın, yazıb ki, burada dərsi oxuyaq. Yazıza gəlsə demişdik ki, sonu əklə bitən sözü feilin iki şəklində düşünə bilərəm. Əgər bunu əmr şəklində düşünsəm, hansı cümlə olacaq? Yox, əgər arzu şəklində düşünsəm, nə olacaq? Nəqli cümlə özü istəyirəm. Bir də girib o sarı cümlənin xəbərinə baxmayın. Ola bilər ki, cümlənin əvvəlində, içində səni məcbur edən başqa bir element olsun. Məsələn, əgər burada kaş varsa, artıq mən ancaq bu ehtimalı düşünəcəm. Çünki kaşdan əmr eləməyəcəm. Amma yox, burada qoy olsa, onda nəyi düşünəcəm? Ancaq bu ehtimalı düşünəcəm. Bu ikisi tipli məsələlər burada yoxdursa, əgər boş beləsə, onda ikisi düşünə bilərsin. Bax, yenə deyirəm, sonra agət götürüm, gedim onu götürüm, belə bir şeylər. Ola bilər ki, cümlənin daxilində səni bir cürə düşünməyə məcbur element olsun. Adətən ədatlar. Digər bir məsələ isə, bu iki şəkildə düşünə bilən feillər. Məsələn, qaçırdın, sən dünən buradan qaçırdın. İki üzrü anlaya bilərəm. Aydındır. Onda fərq nə olur? Əgər ır leksikdirsə,
D olur şuurlu keçmiş zaman. Düzdür? Sen burada ne üz üstəmi? Bircə dəqiqə. Qaçır. Bunu 3 ilə düşünə bilərəm. Deməli, ır leksik, t leksik, ın şəxs sonluğusa. Bu versiya hansıdır? Əmr şəkli. Yox. Ir leksik, d şuuri keçmiş zaman, n şəxs sonluğu. Onda olacaq nə? Nəqli cümlə və yaxud ir qrammatik, d hissəcik, n şəxs sonluğu. Yenə nə olacaq? Nəqli cümlə. Deməli, bunu 3 halda düşünə bilərəm. 3 haldan biri əmrdir, ikisi isə nədir? Nəqli cümlədir. Amma bildiyim yenə deyirəm. Bunu yada saxlayıram ki, əmr cümləsi nəqliyə, nəqli cümləni əmrə çevirmək olmaz. Bu da belə. Keçdik. Digər bir məsələ. Sual cümləsi. Sual cümləsi nəqli cümlənin əksdir. Nə mənada? Məzmunu. Məqsədi əksdir. Nəqli cümlə məlumat vermək, sual cümləsi məlumat almaq məqsədini işlənir. Aydındır? Sual cümləsi. Və sual cümləsindən sonda nə qoyulur? Sual işarəsi. Hə, sual cümləsinin formalaşması üçün bizə bəzi elementlər lazımdır. Birincisi, sual intonasiyasıdır. Sual intonasiyası. Məsələn, hər hansı bir nəqli cümləni götürürsən, evə getməliyik. Düzdür? Nöqtədir də. Yox, bura sual qoyuram. Dönür olur nə? Sual cümləsi. Ola bilər, sual ədatlarının köməyi ilə. Məsələn, evə mi getməliyik? Evə mi getməliyik? Gördüyümüz kimi sual. Və yaxud nə ola bilər? Sual əvəzliyinin köməyi ilə. Hara getməliyik? Hara getməliyik? Burada bəzi məsələlər ortaya çıxır. Birincisi, fərq var. Sual intonasiyası və sual ədatından yaranan sual cümləsinə konkret cavab verirsən. Konkret cavab. Yəni, hə, yox, bəli, xeyr. Və yaxud şübhəsiz, nə bilim nə, konkret. Amma sual əvəzinə yaranan sual cümləsinə isə sən dəqiq cavab verirsən. Dəqiq cavab. Yəni, hara getməli? Şəhərə, evə və s. və ilə. Evə. İndi, bəzən xalq elə bilir ki, əgər bir cümlədə ədat varsa, sual ədatı, sual cümləsini o yaradır və yaxud əvəzdəki varsa o yaradır. Belə bir şey yoxdur. Belə bir şey yoxdur. Bunu müəyyənləşdirmək üçün, məsələn, evə mi getməlik ifadəsində sual işarəsini buradan silə bilərəm. Diqqət edin. Silə bilmərəm ki. Çünki bu məni məcbur edir. Əgər cümlədə ədat, sual ədatı var və sən oradan vergül ləğv edə, sual işarəsini ləğv edə bilirsənsə, deməli o onu yaratmayıb. Bir daha deyirəm. Bax. Sual ədatı var. Bunu silə bilirəm. Deməli, bu mənə məcbur edib. Deməli, bu cümləni nə formalaşdırıb? Əhsən. Amma olsaydı ki, məsələn, bir dənə nümunə yazım. Deyirəm ki, məsələn, belə cümləni şey edeyim ki, maraqlı bir cümlə olsun. Bircə dəqiqə. Məsələn, tabili mürəkkəb cümlələrdə olurdu. Evə çatdın mı? Xəbər edərsən. Baxın bura. Baxır sual işarəsi, baxır sual adatı, elə bilir bu yaradır. Görün, götürə bilirəm. Götürə bilirəm də. Düzdürmü? Sual işarəsini götürə bilirəm. Deməli o yaratmıyor. Başa düşdünüz? Hər nəsə. Deməli, ədatın və yaxud da sual əvəzi də ola bilər. Məsələn, hara getdiyimi demişəm. Demişəm. Sual. Götürə bilərəm. Götürə bilərəm. Görürsünüz? Bu qədər sadə. Deməli, bu sual cümlələrin formalaşmasında burada sual ədatı bizə kömək eləməyib. Burada sual əvəzli kömək eləməyib. Mən bunları ləğv edə bilərəm. Deməli, burada sadəcə nədir? İntonasiyadır. Başa düşdünüz? Yenə deyirəm, sual ədatının və ya sual əvəzlinin formalaşdırdığı sual cümləsində intonasiyanı silə bilmirsən, ləğv edə bilmirsən. Yazıda qalan. Yəni, mən getdim, orada sual əvəzliyini gördüm, elə bildim, o sual cümləsi yaradır, xeyr. Və digər bir məsələ isə, sual əvəzinə yaranan cümlələrin, bax, digərlərinə fərq edir. Bax, bundan biraz ehtiyatlı olun. Görürsünüz? Cavaba baxın. O cavabdan biləcəksən ki, məsələn, cümlədə verib, atıram, 5 variant verib, 5 dənə sual əvəzliyi var. Amma birinədir ki, sual əvəzliyi yaratmayıb bu sual intonasiyasını. Cavab verməyə çalışacağım.
Əgər ha yox deyə bilirəmsə, deməli sual əvəzi onu yaratmayıb. Məsələn, fikir verin, hara getdiyimi demişəm, cavab ver. Hə, yox. Deməli o sual əvəzi onu yaratmayıb. Sadəcə intonasiya yaradır. Görürsünüz? Çünki sual əvəzi yaratsa, sana ha yox deyə bilməz. Hə, nəqli cümlələr sual cümlələrinə çevirmək olar. Əmr cümlələrinə çevirmək olar. İstisna ikinci şəxs. Yadda saxlayın ki, ikinci şəxsdə olan təkdə və cəmdə fərq eləmir. İkinci şəxsdə olan sual cümlələri nəyə çevrilmir? Əmr cümləsinə çevrilir. Əksinə üzr istəyirəm. Üzüm ayağınızın altında yekə-yekə salxım vardır. İkinci şəxsdə olan əmr cümlələrini suala çevirmək olmaz. Qalanlarını çevirmək olar. Suala çevirmək olmaz. Xəttin pis deyil, lövhədə belə alınır. Yadda qalaq. Məsələn, deyirsən ki, baxın bura. Evə getsin. Bax, üçüncü şəxsləri. Düzdür? Əmr cümləsi. Sual edə bilərəm. Evə getsin. Amma evə gedin, ikinci şəxs edirəm. Gedin suala çevirmək olur? Olmur. Deməli, testə düşsək ki, bütün əmr cümlələrini suala çevirmək olur? Səhv. Gəldik nida cümləsi. Nida cümləsi. Nida cümləsi xüsusi hiss həyəcan bildirən cümlədir. Yəni, istənilən tip istənilən sual olsun, əmr olsun, nəqil olsun. Bir dənə i hərfi təpəssüsə qoyun, yəni nida işarəsi. Olur nə? Nida cümləsi. Yəni, nida cümlənin sonunda illaki bu işarə olmalıdır. Hətta sual işarəsindən sonra gələn nida görsəz, yenə o nida cümləsi. Başa düşdünüz, yəni iş bitib orada. Bitdi. Məsələn, bax, nədir? Mənə nə oldu? Enən ismə. Evə get. Normalda əmr cümləsi. Döndü oldu nə? Nida cümləsi. Hara gedirsən? Sual cümləsi. Düzdür? Cavab da tələb edir, əcəb edir. Amma bir də nida qoy, olur nə? Nida cümləsi. Nida cümlələrinin formalaşmasında ya intonasiya ilə kömək olur bizə, ya da nidalarla. Amma burada da eyni vəziyyət. İntonasiya. Məsələn, deyirsən ki, dərsini oxumalısan. Düzdür? Nidalarla. Bəzən elə bilirlər ki, bax, burada da harada nida varsa nida cümləsi. Bəlkə o nida xitabla işlənir. Nida cümləsi olmaya bilər. Aydındır, məsələn, ay bala evə get. Əmr cümləsi. Yəni, nida işarəsi yoxsa. Nida var. Deməli, nidanın varlığı da həmişə nida cümləsi olmasa dəlalət eləmir. Məsələn, deyirsən ki, vay dədə, nəzrin gəlib. Deyə bilərəm ki, buradakı bu, nida nəzə kömək edir. Çağırış da öyle bu, yeri gəlmiş. Bu da belə. Gəldik, sadə cümlənin şəxsə görə növləri. Burasını anladı? Ey xalq, ey əhali. Sual cümləsindən hə yoxla cavab verirsə, cümlə deməli. Sual əvəzi yaratmıyor bunu. Və ya sual adatı ilə. Sadə cümlənin nəyə görə növləri? Sadə cümlənin şəxsə görə nəyi? Mən niyə tələsirəm? Növləri. Şəxsə görə növləri. Şəxsə görə. Şəxs da hələ də xalqımızın nümayəndələri elə var ki, şəxs deyəndə adam başa düşür. Qrammatikada şəxs deyəndə kimlə hara sualına cavab verən hər bir şeydir. Yəni biz burada şəxslə bağlı iş aparırıq. Adamla yox. Aydındır? Və bu şəxs də bu tip cümlələrdə işləmək üçün belə adlandırırıq bunu. Mübtəda. Yəni mübtəda. Mübtəda nəyə deyilir? Haqqında danışılan. Aydındır, mübtəda. İndi sadə cümlənin şəxsə görə növləri yadda saxlayın ki, oradakı iş və ya hərəkətin, yəni və ya əlamətin fərqi yoxdur da, hökmün. Mübtəda olan münasibətidir. Məsələn, birinci müəyyən şəxsi cümlədir. Müəyyən şəxsli cümlə. Yəni, bunu mən belə anlayıram ki, orada mübtəda var və onu görürəm və ya bərpa edə bilərəm. Ona görə müəyyən şəxsi cümlədə məsələ budur. Mübtəda ya var, düzdür, ya da nə olur? Asanlıqla bərpa olunur.
Amma bu asanlıqla bərpa olunurun altından yazıram ki, üçüncü şərt cəmindən başqa. Üçüncü şərt cəmindən başqa. Bəs ay müəllim, mən onlar qoya bilirəm axı. Olmaz. Olmaz. Niyə qeyri-müəyyəni bilirsiniz məntiqin onu? Çünki o yəni bir var deyirəm ki, onlar konkret. Neresi? Konkret, onlar heç vaxt konkret deyil. Yox, yəni bir neçə. Bir dəqiqədir yəni, nə bir dəqiqədir. Amma biz deyəndə biz də tək deyildi. Ondan da deyəcəm, izahım verəcəm. Hə, müəyyən şəxsi cümlələr nümunə. Deyirsən ki, nə bilim, məsələn, cümlə quraq da, Akifin atası evə gedir. Düzdür, Akifin atası evə gedir. Nə edir? Gedir. Kim? Akifin adası hara evə. Mübtəda var, faktiki olaraq cümlədədir. Necə cümlədir? Müəyyən şəxsi cümlə. Daha burada mən özümü yormuram. Və yaxud mübtəda asanlıqla buraxıla bilər məsələsində. Məsələn, birinci şəxsin təki, cəmi, ikinci şəxsin təki, hətta bəzən ikinci şəxsin təki də olmaz, ümumi şəxs cümlələrdə bəzən. Çünki alan dəyər orada bir-birinə. Məsələn, deyirəm ki, dərsi oxumalısınız. Hə, ikinci şəxsin cəmi. Nigar deyər ki, müəllim, mən burada səni bərpa edə bilirəm, əcəb eləyirəm. Necə cümlədir? Müəyyən şəxsi cümlə. Bəs sizi üzüm ayağınızın altını. Müəllim, məndən səhv tutduq, yes. Hə. Bəs məsələ burada necə ortaya çıxır? O qeyri-müəyyən şəxsi cümlə məsələsi necə ortaya çıxır? Ümumiyyətlə, yadına saxla. Dəmir qabda olan bir içkini 10 dəqiqə içib qutarmalısan. Çünki ağlına gəlmən proseslər gedir orada. Sonra da o sənin həzm orqanlarında, sonra da burada yazıq başqa söyləyir. Hə, deməli, həqiqətən məndən sizə tövsiyə. Əgər dəmir qabda bir içkidirsə, 10 dəqiqə onu içib bitirmək lazımdır. Deməli, davam edək. Gəldikcə, bu niyə belə olur, niyə belə olur? Əslində, məntiqinə varmaq lazımdır. Onun bir məntiqi var. Deyə bilərsiniz ki, müəllim, məsələn, onlar nəzrini məsələn qarşıladılar. Düzdür? Bu cümlə ilə nəzrini qarşıladıların fərqi nədir? Nəzrini qarşıladılar. Baxın, bunun məntiqi budur. Çox bəsit məntiqi var. Qeyri-müəyyən şəxsi cümlədə. Bunun şeyi budur ki, burada mübtəda. Ona görə yoxdur ki, o əhəmiyyət daşımır. Yəni, qeyri-müəyyən şəxsi cümlədəki çatdırılan fikir daha çox tamamlıq və zəfinin üzərində qurulur. Nəzrini qarşıladılar ya. Başa düşdünüz? Və yaxud, deyirsən ki, kəndimizə asfalt çəkdilər. Cümlə belə qurursan da. Aydın məsələ ki, bunu yol idarəsi çəkib də, düzdür? Amma bizi sevindirən onun kimi çəkmək istəyir. Kəndimizə asfaltın çəkilməsidir. Fikrim çatdıra bildim. Qeyri-müəyyən şəxsi cümlənin məntiqi budur ki, mübtəda əhəmiyyət daşımır. Və yaxud, qapını döyürlər, evdə oturmuşsan, həmişə bunu nümunələndirim. Qapını döyürlər. Durursan ki, qapını döyürlər. Adam vardı, orada qapını döyür, bilirsən. Amma səni həyəcanlandıran, sənə maraqlı olan kimisə gəlməyidir. Yəni, qapını döyürlər, dur. Ev yığışdırır. Başa düşdünüz? Hamıya var, tanışdım. Belə bir ancaq bizdə olur. Hə. Fikrim çatdı. Və yaxud deyirsən ki, sənanın nəyi var çırpdılar. Of, bəllərimə sağlıq. Bizə maraqlı deyil kimi çırpıb. Əcəb elib də, sənanı çırpıblar. Bizə ləzzət edən tərəfi odur. Yəni, qeyri-müəyyən şəxsi cümləyi belə birləşdirin. Ya kədərli bir şey var, ya fərəhli bir şey var. O kədərli, fərəhli bir şey mübtəda ilə bağlı deyil. Belə lor izah verin. Tamlıq və ya zəfliklə bağlıdır. Və yaxud, axşam çağıracaqlar. Evdə gözlə, axşam çağıracaqlar. Yəni, işin həyəcan tərəfi nədir? Axşam çağıracaqlar. Təbii ki, səni bir adam çağıracaqdır. Deyə bilərsən ki, səni rəhbərlər və yaxud da müdürlər və yaxud dostların axşam çağıracaqlar. Orada elə ki, o biraz ölürdü orada. Axşam çağıracaqlar. Və yaxud, zəng eləyirlər. Görürsünüz, mübtəda əhəmiyyət daşımır orada. Hə, qeyri-müəyyən şəxsi cümlə məntiqi də budur. Dedik ki, bunun da xəbəri olmalıdır. Ancaq və ancaq nədə? Üçüncü şəxsin cəmidə. Yəni, bu cümlənin xəbərində mütləq bu olmalıdır. Lar, lər. Söhbət cəm şəkilci larlərdən getmir. Feylə artırılan şəxs sonluğundakı larlərdən gedir. Cümlənin xəbərindəki. Aydındır mı? Qeyri-müəyyən şəxsi cümlə bu formada. Məsələn, deyirsən ki, başqa ən çox rast gəlmək o deyirləri
sanki elə bir bunlarla yazıram ki, sanki onu yuxudan oyatdılar. Yuxudan oyatdılar. Görürsünüz, yəni işin tərəfi tamamlıq və ya zərflikdə olur. Mübtəda olmur. Ona görə. Və mübtəda bərpa edilə bilər anlayışını elə bilirlər ki, burada da bərpa edilə bilər. Xeyr, yadda saxlayın. Əgər bir cümlə qeyri-müəyyən şəxsi cümlədirsə, orada mübtəda bərpa edilə bilməz. Düşünülə bilsən belə. Mübtəda bərpa edilə bilər anlayışı bir dənə müəyyən şəxs cümləyə aiddir. Başa düşdünüz? Ancaq və ancaq. Digər şəxsizdə onsuz da edə bilmirsən, ümumidə də qeyri-müəyyəndə də bu yol verilməz. Bu sənin qeyri-müəyyən şəxsi cümlən. Qaranlıq qalan nəsə var? Deyən lamçıqa çəkin bura. Yox. Davam edək. Sonra gəlirsə, ümumi şəxsi cümlədə. Ümumi şəxsi cümlə Ümumi şəxsi cümlədə deyirik ki, bunun məzmunu nədir? Hərəkət, iş və ya hərəkət kimə aiddir? Hamıya aiddir. Yəni, burada məsələ nədir? Qeyri-müəyyən şəxsi cümlənin, ümumi şəxsi cümlənin fərqi odur ki, əgər qeyri-müəyyən şəxsi cümlədə bu yaranırsa xəyalən, kimsə, belə bir şey yaranırsa, xəyalən, mübtəda demirəm, kimsə, onları yuxudan oyadır, nə, belə bir şeydə. Ümumi şəxsi cümlədə isə hamı, xəyalən hamı yaranır. Yəni, dünyadakı 8 milyar əhali. Belə düşünün. İndi bu təbii ki, məcazdır da, yəni sabah gelib heç bir oturmaz, Afrikada filan qəbilədə filan kəsə aid deyil. Yəni, belə düşünməyin də, yəni. Şeydən danışıram. Aydındır. Ümumi şəxs cümlə, iş və hərəkət hamıya aiddir burada. Başa düşdünüz? Ümumi şəxs cümlədə də xəbər yolu ikinci şəxsin tərkində, məsələn, ən məşhuru budur da, result, bilmiş. Bu da bəziləri də elə bilirlər ki, ay müəllim, bunlar hamısı atalar sözüdür. Xeyr, atalar sözü deyil. Atalar sözü olmaya da bilər. Ümumi şəxs cümlədə, məsələn, deyirsən ki, Şəmşirdə tez-tez oliqarxlara rast gəlirsən. Yəni, kim getsə, kim getsə, o oliqarxlara orada rast gələcək. Aydındır, kim getsə. Və yaxud da kənd ilə tez-tez axsaqqal kişilərə rast gəlirsən. Yəni, kim getsə rast gələcək. Fikrimi çatdıra bildim? Kim getsə. Hamıya aiddir. Məsələn, bu getsə, bəlkə olmadı. Eşimizdə o məşhur ləhətdə var. Deyir ki, bir nəfər həmdə bəxtindən gileylənirmiş. Ki, mənim bəxtim niyə belədir, bəxtinə gileylənmiş. Evdən çıxıb evə qaydana gedir. Arada bir gün bəxt deyir ki, bu mənim bezdirdi. Bunun həmişə gedib gəldiyimiz bir körpü varmış çayın üstündə. Bu gedəndə bəxt deyir ki, bunun yoluna bir kisə qızıl çıxaracaq. Bir kisə qızıl çıxarılır. Adam gəlir yana körpünün başına deyir ki, həmişə buranı gözü açıq keçmişəm, bu da gözü yumulu keçəcəm. İndi ya, sonra ola bilər nədə? Üçün şəxsin cəmində. Bu onun qeyri-müəyyən şəxs cümlə ilə ortaq cəhət. Məsələn, deyirsən ki, böyüyə ağ olmazlar. Böyüyə ağ olmazlar. Adam, böyük gəndə ayağa durarlar. Cücəni payızda sayarlar. Bir də gözə hərf söhbət edirlər. Baxın, cücəni payızda, diqqət edin bura, sayarlar. Bir dənə burada eləyir, olur ümumi şəxs cümlə. Qeyri-müəyyən şəxs cümlə. Gördünüz, cücəni payızda sayarlar hamıyadır. Cücəni payızda sayırlar kimsə. Erməni mollasına söylən bir saat. Olmur. Çox gözəl. Olsa müəyyən şəxs cümlədir. Bəli. Olsa müəyyən şəxs cümlədir. Mübtəda olsa müəyyən şəxs cümlədir. Mübtəda varsa müəyyən şəxs cümlədir. Şəxsiz cümlə. Şəxsiz cümlə. Şəxsiz cümlə nədir? Şəxsiz cümlə deyirik ki, mübtəda yoxdur və onu düşünmək də mümkün deyil. Şəxsiz cümlənin xəbəri səssiz formalaşır. Üçüncü şəxsin tərkində şəxsiz cümlələrin
İştihad məqamı belə deyək də, orada belə deyək, haqqında danışılan mümkün deyil burada şəxsi cümlələr. Şəxsi cümlələr feili xəbərdə ola bilər, ismi xəbərli də ola bilər. Ən məşhuru məsələn bu baxıldı sözüdür. Xalq həmişə bunu məchul götürür. Məni əsəb eləyir. Bala, baxıldığını harda gördün? Şəxsiz feil. Harda gördün şəxsiz feil? Fikrim çatdı mı? Məsələn, deyirsən ki, işimizə baxıldı. İşimizə baxıldı. Fikirləş görün mübtəda. Kim, nə, hara olur? Olmur. Kim, nə, hara olur? Kimə, nəyə, haraya ola bilər? O da mübtəda deyil. Bizə mübtəda maraqlıdır. Sadəcə mən şəxsə görünəbilərində. Bəzən nəyə qarışdırırlar? Elə bilirlər ki, şəxsiz feil varsa mütləq şəxsi cümlədir. Cümlənin xəbəri olmalıdır o. Bəlkə o tərkib formasındadır. Və yaxud subyekt anlayışından qarışdırırlar. Subyekt mübtəda demək deyil. Məsələn, ola bilər bir cümlə subyekt olsun. Məsələn, baxın. Deyirsən ki, bax elə bunu yazın. Ərizəyə müdir tərəfindən baxıldı. Baxın, biz sadə cümlə şəxsə görünövlərində bizə maraqlı mübtədadır. Subyekt deyil, işi görən deyil, adam deyil. Başa düşün, bizə mübtəda maraqlıdır. Mübtəda olmasın, başqa nəsin olsun. Deməli, mən şəxsiz cümlədə işin icrasını görə bilərəm. Subyekt var, belə mənim iki gözüm aydın. Var, amma mübtəda olmasın. Mənə bu maraqlıdır. Başa düşdünüz? Subyekt başqa şeydir, mübtəda başqa şeydir. Hə. Həmçinin. Mübtəda şəxsdir, mübtəda nəzərdə. Sonra məsələn, deyirsən ki, digər formada ən çox da frazeoloji birləşmələrlə olur. Yalnız demədim, ən çox da. Məsələn, bu ifadələr. Acığı tutdu. Acığı tutdu. Fikirləşin görün mübtəda. Və uzun cümlə qurur. Deyirsən ki, Ülkərin evə gec gələn bacısına acığı tutdu. Ülkərin acığı bir yere. Hər birləşdirin oldu xəbər. Mübtəda olmur. Və yaxud da ki, zəhləm gedir. Zəhləm gedir, bəli. Onu burada deməli lazımdır. Nəsə? Xoşum gəlir. Xoşum gəlir. Xoşum gəlir. Bir dənə bura hərf əlavə eləyərəm. Bəli. Xoşuma gəlir oldu müəyyən şəxsi cümlə. Nə? O. Şokolad. Aydındır mı? Amma bu nədir? Bu şəxsizdir. Nədirsə bala? Bu nədir? Müəyyən şəxs. Deməli, harada frazeoloji birləşməni görüb, hop, gedim atlarını bunu götürüb, elə şeylər eləməyin. Aləm dəyər bir-birinə. Ha, bayaqdan bir şey edim, məsələn, baxıram, ölür. Baxıram, qayıdır. Hə, sonra, məsələn, ismi birləşmələr şeydə də ola bilər. Məsələn, deyirsən ki, onun gərgin günlərindən biri idi. Məcbur birləşdirəm hamısını. Mübtəda fikirləşmək olmur. Payızın ortaları idi. Payızın ortaları idi. Və yaxud daha gecdir. Aydındır. Bunlar necə cümlələrdir? Şəxsiz cümlələr. Və nəhayət adlıq cümlə. Adlıq cümlə. Bu yazıq bir cümlədir. Bunun bir dənə düzünə məntiqi var ki, orada nə olmasın? Xəbər olmur. Və salam. Ən çox da buna rast gəlirik. Biz bədii üslubda o dramasalən remarkalar demirəm, amma yalnız orada. Digər bir yerdə rast gəlirik, amma ən çox orada rast gəlirik. Bədii üslub remarkalarında. Məsələn, demir o Qarabağ yaylası Təklan Muğanova, Səhdəm Xanağan evi. Məsələn, adlıq cümlələr daha çox predikatı, yəni informasiyanı, situasiyanı belə deyək, canlandırmaqla verir. Yəni sən onu canlandırmalısan. Adlıq cümlənin əsas motivi budur. Xəbərə ehtiyac yoxdur. Sən canlandırırsan ki, orada məsələ nədir? Nədir? Məlumat verir. Məsələn, adlıq cümlə. Deyirsən ki, məsələn, qızğın dərs və sual verən bir qara qız.
Adlıq cümlələrdə ikinci dərəcəli üzvlər falan ola bilər, amma yetər ki, nə olmasın orada? Xəbər olmasın. Hə, və bu da belə, bu əslində asandır. Gəldik söz cümləyə. Söz cümlə. Axırıncıdır, narahat olun. Biləm, mən danışım, sən yoruldun, amma axırıncıdır. Söz cümlə və üzvlənməyən cümlə. Diqqətlə baxın, söz cümlə və başqa adına buna nə deyirlər? Üzvlənməyən cümlə. Söz cümlə o deməkdir ki, bunun məntiqi. Bir cümlə var, amma bir cümlə üzvü yoxdur. Cümlə var, cümlə üzvü yoxdur. Fikrim çatdı mı? Adətən söz cümlələrdə cavab məqsədindən işlənir. Cavab, dialoqun qarşı tərəfinə cavab vermək üçün. Hətta sizə bir şey, dialoqun qarşı tərəfi 3 nöqtə də ola bilər. Bunu yadda saxlayın. 3 nöqtə. Hara getmişdir? Cavab vermir 3 nöqtə. Elə yapın. F oyna. Hə, bir. Deməli. Ki? Elif. Deməli, səndə də bir var. Biraz var elə bir. Deməli, məsələn, söz cümlə necə formalaşır? Adətən biz köməkçi hissələr vasitəsilə formalaşır. Çünki onlar cümlə üzvü olmur. Məsələn, deyirsən ki, məsələn, cümləni belə qururum da. Sənəni apardılar. Sənəni apardılar. Toya. Nə fikirləşin? Sənəni apardılar. Məsələn, cavab verir ki, məsələn, deyir ki, bəli, əlbəttə. Məsələn, deyirsən ki, o sevinə bilərdi. Bəh. Aydındır. Hə, burada ədat modalsız nida olur. Amma başqa element ola bilər. Məsələn, xitab ola bilər. Məsələn, deyə bilərsən ki, hə, müəllim, böyük hərflə. Hə, müəllim. İndi, bəzən elə bilirlər ki, üzvlənməyən cümlədə ancaq köməkçinin səsi olmalıdır və ya ancaq qrammatik mənalı söz olmalıdır. Xeyr, leksik mənalı söz ola bilər. Hətta, istəyir qutab olsun. Hətta, söz cümlə birisi necə formalaşa bilir bəzən? Elə bilirsən, orada cümlə var, amma cümlə yoxdur. Yəni, verilən cavab, deyilən söz cavabı etibar eləmir. Biz bəzən o qədər sözlər işlədirik. Məsələn, deyirsən ki, səni aparıblar, deyirsən ki, məsələn, yox, nədir ki? Söz cümlədir. Söz cümlədir. Onun alternativi deyil. Avtomatik ifadələr var, işlədirik. Məsələn, deyirsən ki, hə, nə olub ki? Elə deyil. Səbirli olun. Bax, bu cümlə özündən danışa bilərsən burada. Amma bu söz cümlə, bu anlayış söz cümləyə aid olur. Aydındır, belə bir istisna məqamlar var dildə. Yəni, o cavab məqsədi daşımır da. O hazır ifadələrdir. Başa düşdün? Hazır ifadələrdir. O qədər gündəlik işlədirik, bizə bilirsən, nə olub ki? Bax o. Başa düşdün? Hə? Götürmür, onu təhlil eləmir. Elə ifadələr, idiomları çalışırıq maksimum şəkildə təhlil eləməyək, uzaq qaçaq. Birdən miqdə təhlil eləsə, eləmə. Bu yansın 2 balın olsun, 98, heç nə olmaz. Tək 98 olsun. Sonra nə qaldı burada? Elə böyle bir şey qalmadı. Qalmadı da. Necə? Hamısını dedik. Şeir də qaldı, şeir də deyəm mən. Getmədi yəni. Nə? Bir şey deyəməzsin. Yox. Belə. Dərsimiz bitdi. Özü qorun, inşallah növbəti videolarda görüşək. Əslində niyə şeir demədim? Bu burada açıqlayayım da, niyə demədim? Yazma şey keçən dəfə şeir deyəndə, əlində eynən bu köynək oldu. Ya mənə cəmaatın yazdığı gələcək, mənim başqa köynəyi yoxdur. Yenə deyəcəklər ki, bu şeiri də ondan sonra çəkib, indi paylaşır ki, mövzu olsun deyə. Ya, inanmadım, hələ sağ ol. Başqa köynək yerində deyil.